Salam. İsrailə daha bir ağırdıcı və qorxulu zərbə. Görünən odur ki, yaxın gələcəkdə artıq pualarla, dronlarla və ya raketlərlə və bombalarla olacaq müharibələrin yerini daha çox kiber sahəsində olan hücumlar alacaq. Xəncələ Haker qrupundan İsrail rejiminə ağrıdıcı və eyni zamanda çox tükürpədici bir zərbənin vurulduğunu yəqin ki, ən azı bəziləriniz eşidibsiz. Belə ki, bu Haker qrupu İsrailin ən böyük və mühim nüvə alimlərindən biri və İsrailin nüvə infrastrukturasının mühim bir tədqiqatçısı olan İshak Gertzin maşınına qoyduğu dırnaqarası hədiyyəni eşidibsiz. Xəncələ Haker qrupu indiyə qədər maraqlısı budur ki, məxsusən də 2023-cü il oktyabrın 7-sindən üzü bu tərəfə kiber sahədə İsrailə və onun himayədarlarına qarşı məxsusən iqtisadi, kəşfiyyat, təhlükəsizlik, hətta siyasi təşkilatlar formasında və yaxud fərdlərinə vurduğu misilsiz zərbələrlə daha çox gündəmə çevrilmişdi. Amma bu dəfəki Xəncələ Haker qrupunun bunlara vurduğu zərbə niyə görə ağrıdıcı və daha qorxuludur? Ona görə ki, bir neçə gün öncə İshak Gertz, İsrailin nüvə alimi və həssas alimlərindən biri olan İshak Gertzin maşınının arxasında, yəni bağajının açılması ilə ora bir gül dəstəsi qoyulmuşdu və yanına balaca bir bağlama formasında yazılı bir mesaj yazılıb qoyulmuşdu ki, Xəncələ qrupu bunu əvvəllər etdiyi kimi bu alimin şəxsi məlumatlarını açmasının yanında bunun da görüntülərini paylaşmışdı və belə bir söz demişdi. Bu bizdən bu alimə, yəni İshak Gertzə hədiyyədir. İşin qorxulu tərəfi elə dəqiqən buradadır ki, bu Haker qrupu indiyə qədər daha çox kiber sahədə İsrailə zərbələr vururdu. Amma bu dəfəki zərbəsi daha psixoloji və tükürpədicidir. Çünki artıq praktiki olaraq ən həssas nüvə aliminin maşınına yaxınlaşasan, onun bağajını rahat şəkildə açasan və ora gül dəstəsi qoyasan. Əlbəttə, Xəncələ Haker qrupu qərb medialarının və qərb siyasətçilərinin əsasən iddiasına görə İran İslam Respublikasına bağlı olan bir qrupdur. İran tərəfdən indiyə qədər heç vaxt bu qrupun onlara aid olub-olmaması barəsində nə təsdiq, nə də təkzib xarakterli bir açıqlama olmayıb. Amma bu qrupun fəaliyyətləri açıq-aşkar bütün dünyaya göstərir ki, imperializm cəbhəsinə qarşı duruş sərgiləyən cəbhənin xeyrinə işləyir. Sonda bunu da qeyd edək ki, Xəncələ Haker qrupunun keçirdiyi bu əməliyyat bir neçə faktorla yadda qalır və bu faktorlar bu əməliyyatı daha qorxuducu və psixoloji oyun halına salır. Əlbəttə, qərb cəbhəsini və məxsusən də onların ön cəbhəsi olan İsraili. Birincisi budur ki, bu yaxınlarda İran İslam Respublikası 12 günlük müharibədən 3 gün öncə açıqladı ki, İsraildən və İsrailin ən həssas nöqtələrindən milyonlarla həssas kəşfiyyat məlumatlarını ələ keçirib İrana daxil ediblər. Xəncələ Haker qrupunun bu müəmmalı sükut ərəfəsində və müəyyən edilə bilməyən hərəkətlər ərəfəsində praktiki olaraq İsrailin ən həssas nüvə aliminə yaxınlaşması və bu mesajı verməsi ki, biz səni kölgə və kölgə izləyirik, fikirlərdə, zehinlərdə, məxsusən qarşı tərəfin zehinlərində bu düşüncəni də yaradır ki,
olmaya İranın İsrailə vurduğu milyonlarla kəşfiyyat zərbəsinin bir hissəsi də bu olsun. İkinci faktor budur ki, Hanzələ Haker qrupu bu zərbəni vurub yayımlayandan sonra belə bir bəyanat verdi. 5 il bundan öncə İranın nüvə alimlərindən biri Mohsen Fəxrizadə İsrail tərəfindən sui-qəsdə məruz qalıb şəhadətə yetmişdi. Və biz bu zərbəni onun şəhadətinin 5-ci il dönümündə vurmuşuq və bu gülləri İsrailin ən həssas nüvə alimlərindən biri olan İshak Hertz'in maşınına yerləşdirməklə bu alimin, İranın nüvə aliminin şəhadətinin il dönümündə ona təqdim edirik. Növbəti ünsur ki, bu zərbənin nəticəsində İsraili narahat edə bilər şiddətlə, o da budur ki, əgər bunlar bizim nüvə alimimizi, özü də həssas alimimizi maşınına qədər yaxınlaşıb hər ləhzə izləyə bilirlərsə, onun digər əlaqələrini izləmək bunlar üçün çətin bir işdirmi? Növbəti faktor ki, bunları qorxuya salır bu əməliyyatın nəticəsində budur ki, alimin özü psixoloji qorxuya düşür. Və sonuncu faktor, İsrailin bölgə üçün gördüyü yozulmayacaq yuxular və bu yuxular üçün planlaşdırdığı strategiyalar və hesablamalar əməlli başlı bir-birinə dəyəcək. Sözün xülasəsi, bu və bu tipli əməliyyatların İsrailin ən həssas şəxslərinə qarşı və ən həssas bölmələrində həyata keçirilməsi bizə bu ayəni xatırladır. İsra surəsinin 4-cü və 7-ci ayələri arasında Allahın Bəni İsrailə verdiyi nabudluq vədəsi. Casu xilalət diyar. Sizi öz evinizin içərisində mənim bəndələrim təftiş edəcəklər. Yutəbbiru ma alav tətbirə. Və sonda bütün öyündüyünüz vasitələri, bugünkü dillə desək, hərbi, kəşfiyyat, təhlükəsizlik, silah vasitələrinizin hamısını darmadağın edəcəklər və dəxəlu əl-məscid. Kəma dəxəluhu əvvələ mərrə. Məscid-ül Əqsaya daxil olacaqlar və oranı sizdən alacaqlar. Necə ki, bir dəfə bunu etmişdilər. Bugünlük bu qədər. Allah'a əmanət olun.